Qubadlı rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının milli qəhrəmanlarının tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Nizami Kino Mərkəzində 1-ci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın milli qəhrəmanı Əliyev Ələkbər Həsənoğlunun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Əvvəlcə Bakı şəhər Şəhidlər Xiyabanında milli qəhrəmanımızın məzarı ziyarət olunub, gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Daha sonra tədbir Bakı şəhər Nizami Kino Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, muğam parçaları ifa olunub. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd edib ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfəri şəhid olub. Onlardan 11 nəfəri Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov vurğulayıb ki, 44 günlük vətən müharibəsində qazanılan zəfər, işğal altında olan torpaqlarımızın azad olunması, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın qüdrətli ölkə olmasının bariz nümunəsidir. Azərbaycan Respublikasının milli qəhrəmanlarının tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı qeyd edib ki, sentyabrın 27-sindən başlayan 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşüblər. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 dekabr tarixli fərmanı ilə Əliyev Ələkbər Həsənoğlu Əliyevə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Xətai rayonunda yerləşən 204 nömrəli tam orta məktəb onun adını daşıyır. Evli idi. 4 övladı yadigar qalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.